Salam, hər vaxtınız xeyir olsun. Biz Könüllü İctimai Nəzarət Təşkilatı olaraq biz Xocavənd rayonunun 500 saylı qəsəbəsinə vətəndaşın xahişi ilə, müraciəti ilə gəlmişik. Xocavənd sakini İbrahimov Vasifin xahişi əsasında gəlmişik. Biz Vasif müəllim icazə versən çəkilişimizi açıq elan eləyək. Deməli, Vasif qardaşımız bizə müraciət edibdi. Yoldaşı Allah rəhmət eləsin, bir il yaxındır. Gələn ay bir ili tamam olur, Allah rəhmət eləsin. Deməli, bu ölüm belə deyək də... Bu işlədiyi müddətdə ərzində... Yox. Birisi nətərdir? Elə bir ki, bu adamın ölümə görə verilən müavinəti hələ ala bilməyibdir. Bir il. Və özü də, yoldaşı da Xocavənd kitabxanasında yoldaşı xadimətçi idi, özü də təsərrüfatçı kimi işləyir orada, gözətçi kimi. Bunu da qardaş, yoldaşı rəhmətə gedəndən sonra işləyə bu kişini də işdən çıxardıqlar. Biz də bu kişinin xahişi əsasında gəldik. Vallahi getdik, maraqlandıq. İndi pulu da dedilər ki, gələn həftəyə qədər vurulacaq. Biz maraqlandıq həmən o xaltırla. Dedi ki, gələn həftəyə qədər pulu kartına oturacaq. Və sonra getdik kitabxananın müdiriyyətinin yanına. Biz onunla söhbətimiz belə oldu ki, müdiriyyət dedi ki, bu yaxın günlərdə inşallah biz o regional məktub əsasında xahiş müraciət edəcəyik. İnşallah işinə qayıtma ehtimalı var. İndi sonra da qayıtmasa, indi yenə də biz öz işimizi davam etdirəcəyik inşallah. Buyur Vasif müəllim. Mən İbrahim Vasif. Sən də onu demişsən. 2019 Mart ayında işe gelmiştim. 2019 Mart ayı işe gelmişim. Yanvar ayı bak. 4 yıl. 5 ilə yaxın. 5 ilə yaxın işləmişəm. Az müddətdədir. 5 ilə yaxın işləmişəm. Yani işten çıkarttılar. Yoldaşım da orada işləyirdi, işləyən, vəfat elədi, dünyasını dəyişdi. İşləyə, dünyasını dəyişdi. Sonra da mən işdən çıxartdılar. Saat səbəb nə deyirlər? Mənə səbəb dedilər ki, Maliyyə Nazirliyi sizə pul ayırır. Məni əsasında məni işdən çıxartdılar. Mən də xahiş edirəm, mən işimə baxasınız, yaxşı bərpa olunmaq üçün sizdən xahiş edirəm, köməklik istəyirəm. Sizdən az yaşlı uşağım da var, 7-ci sinifdə oxuyur. Bir yerdən bir qəpik maaşı gəliri yoxdur. Alacağımız heç nə yoxdur. Elə gözümüzü tikdiyimiz o maaş idi, onu da işdən çıxartdılar, bax qalmışıq belə. İnşallah qardaş, biz də indi sizin o müdiriyyətlə, o kitabxananın müdiriyyətlə də sizin iştirakçınızla biz getdik, danışdıq. İnşallah söz verildi ki, biz regional məktub göndərəcəyik, sizin işi qayıtmanız təmin olunacaqdır. İndi qayıtmayan başı inşallah bir də biz axıra qədər davam edəcəyik. Sizin bu az yaşlı evladınıza görə, yəni bu uşaq dolanmalıdır, bu uşaq nəsə bir yerdən bir evə bir pul gəlməlidir ki, bu uşağı dolandıra biləsiniz. Yaşam mənim, buyur siz də sözünüzü deyin. Mən onu demək istəyirəm ki, siz işlədiyiniz yerdə sizin əvəzinizə başqa işçi götürülür, yoxsa götürülmür? Yox, götürülür. Götürülmür ki, yaxın müddətə müdürünüz də söz verdi ki, düzəldib bizə məlumat verəcək. İnşallah. Mən də müraciətinə əsasən biz də gəldik, tanış olduq hamımız, hamısı deyildi sözlər. Tanış olduq, yəni biz xahiş edirik, biz də yuxarı orqanlardan. Bizim əgər bu işdə kömək, bizə dəstək olun, bunun işinə bərpa eləyək. İnşallah. Bu qaydasına düşsün, bunun vəziyyətinə, yəni hamımız acıyırıq, hamımız da narahatıq. O pul da bu gələn həftə qardaş özü dedi, kartınıza inşallah vuracaqlar, oturacaq kartınıza. Əgər
vurulmayan başı biz həmişə vətəndaşların haqlı şikayətinin yanındayıq. Axıra qədər də, sonuna qədər də yanımızdayıq. Yəni maraqlanıb Allah bilmək, hamı sağ ol, bilir ki, sağ ol. bunların vəziyyəti acınacaqlı durumu pis vəziyyətdə. Bəli, həqiqətən elə. Pis vəziyyətdədir. Xahiş edirik biz də kimlərdir, yuxarı orqanlardan da bizə kömək, dəstək olun bunun üçün. İnşallah Təhər müəllim də yəqin ki, köməkliyi Maraqlanır. əsirgəməyəcək. İnşallah özü hüquqi yolları var. Onların da Təhər müəllim yenə də bu işlə məşğul olacaq. Sağ olun. Oldu. Sağ olun.